Batin fəlsəfəsində İmam Mehdi kimdir? Bu gün insanlar axirətdə gələcək xilaskarı gözləyir ki, müxtəlif dinlərdə o, müxtəlif adlarla qeyd olunur. Qədim Misir mətnlərində Qor Allahı, Buddistlərdə Maitreya, Zərdüştlərdə Saoşyant, Yahudilərdə Maşiyax, Xristiyanlarda Messiya adlanan İsa Peyğəmbər, İslamda zamanın sahibi Mehdi kimi məlumdur. Bütün bu adlar qədim müdriklərin məntiqində rəmzlər hesab olunur ki, onların əsl mənaları məhz qədim Misir fəlsəfəsinin məntiqi ilə izah olunur. Tövratda samitlərin bu batini mənaları ilk varlıqların vahid səfa dili, yəni sufi məntiqi, Quranda isə Süleyman Peyğəmbərə verilmiş quş dili adlanır. Batini Quran kitabımda mən əksər rəmzlərin batini mənalarının asmasını vermişəm. Misir mənbələrinə görə dünyanın hökmranı kimi doğulmuş Asar, yəni Asiris Allahı, yer kürəsində ədalətli cəmiyyət, göydə isə cənnət yaradır. Lakin o axirətdə paxıl qardaşı Set tərəfindən parçalanıb öldürülür. Asar Allahın oğlu Qor isə tam kamilliyə çataraq yaradılışın sirlərini dərk edir və anası İsid ilə birlikdə ölmüş atasını dirildir. Burada Mehdi rolunda Asar oğlu Qor çıxış edir ki, batini mənada bu dirilmə Pir, yəni Firon Amonun ruhunun ilahla vəhdəti ilə bağlıdır. Firon Amon ilahın, yəni ilkin materiyanın sirlərini dərk etdikdən sonra onunla vəhdətə nail olur və Gel şəhərinin göylərində Asar və ya Atum adlanan kosmik Allah, onun daxilində isə ölüm şahlığı, cənnət yaradır. Pir Amonun fiziki ölümündən sonra ruhu Asar Allahın ruhuna çevrilərək göydəki bu kosmik Allaha həyat verir. Mən internet səhifələrimdəki Adəm və Həvva haqqında ağlasılmaz həqiqətlər adlı məqalədə bu haqda ətraflı yazmışam. Axirətdə Pir Amonun ruhu padişahlar və peyğəmbərlər nəslindən olan xilaskarın bədəninə tənasüh edir və yaradılışla bağlı ilahi sirləri bildiyi üçün kosmik Asar Allahını dirildir. Bundan sonra Asar Allah yenidən dünyaya hökmranlıq etməyə başlayır. Başqa sözlə, qədim Misir yazılarında Mehdi obrazında olan Qor Allahı axirətdə insan kimi doğularaq kamilləşmiş və atası Asar Allahın yaradılış sirlərini dərk edərək göydə bu yaradılışı təkrarlayıb onu dirildən müdrikdir. Buddistlər axirətdə gələcək Mehdini Maitreya adlandırırlar ki, mətnlərə görə o da tam kamilliyə çataraq insanlara ilahi məntiqi anladacaq və gələcək dövrün müəllimi olacaq. Batini mənada Maitreya rəmzi Atum Ra deməkdir ki, bu da elə qədim Misirin Asar Allahının digər adıdır. İnanda görə Budda Sakyamuni özü onu əvvəldən varis seçmiş, başına kamillik tacı qoymuş və məhz o Budda təliminin təzahürü olacaqdır. Ərəb mənbələrində Sakyamuni rəmzi sökmən kimi qeyd olunur və onun eli də Azərbaycan Atabəklər ailəsinin Xelat, yəni Gel elidir. Mən internet səhifələrimdəki Budda göydə Allah yaratmış Azəri Bəgidir adlı məqalədə bu haqda yazmışam. Başqa sözlə, Maitreya insan kimi doğularaq kamilləşmiş və öləndən sonra ruhu Azərbaycan göylərində Allaha çevrilərək sonraki dövrün sahibi olacaq müdrikdir. Atəşpərəstlikdə Azər, yəni Asar Allahı Zərdüş adlanır ki, sufi batinlərdə bu adlar eyni mənalı olub Ra Günəş Allahının ruhu deməkdir. Bu dində axirətdə zuhur edəcək Qor rolunda Zərdüş nəslindən olan Saoşyant çıxış edir. Sufi batini mənada Saoşyant rəmzi göylərin ruhu anlamındadır. Allahın iradəsi ilə möcüzəvi surətdə doğulan Saoşyant axirətdə şərə qalib gələrək ilahi haqq ədaləti bərpa edir. Başqa sözlə, Saoşyant Amon Allahının ruhunu daşıyan müqəddəsdir ki, axirətdə o ilahi hakimiyyəti bərpa edib Asar Allahını, onun cənnətindəki ölülərin ruhlarını dirildir. Yahudi peyğəmbərlərin kitablarında Maşiyax kimi qeyd olunan xilaskar Mehdi müxtəlif obrazlarda, müxtəlif adlar altında çıxış edir. Bu yazılara görə xilaskarın ruhu dünyanın yaradıldığı zaman yaradılmış, bütün yaradılış proseslərini görmüş və buna görə də bütün ilahi sirləri bilir. Çox əziyyətlər, xəstəliklər görən xilaskar axırda Allaha çevrilərək göylərə sahib olacaqdır. Xilaskar haqqında ən geniş məlumatlar verən Peyğəmbər Yeşayadır ki, o Mehdini ideal hökmdar, Allah qorxusu ilə hökmranlıq edən, hikmət və dərrakəli, cəsarət və iman ruhlu şah adlandırır. Yeşaya Peyğəmbərə görə xilaskarın heç bir görkəmi və əzəməti olmayacaq. O, insanlar tərəfindən rədd edilmiş, kədərli və qəm-qüssəli olacaq. İnsanlar ondan üz döndərərək ona xor baxacaq və onu heç kim sayacaqlar. O, bizim dərdlərimizi götürüb, kədərlərimizi daşıdı. Lakin biz elə bilirdik ki, o Allah tərəfindən cəzalandırılıb və əzab çəkir. Biz qoyunlar kimi azmışdıq və Rəbb hamımızın günahını onun üzərinə qoymuşdu. O əzab çəkdi.
amma könüllü olaraq əzab çəkdi və ağzını açmadı. Batini mənada Maşiyaq rəmzi şah ümmətindən olan göy insanı deməkdir. Tövratda bu xilaskar İsmaillərin Gəlad elindən, Parandan gələcək Nuh kimi də qeyd olunur ki, Paran səhrası Albaniyanın Gelarkun paranterlərinin, yəni Firon bəklərinin sünikdə tikdikləri səhra mənasındadır. Başqa sözlə Maşiyaq ruhunun əzəldən yaradıldığı və göydəki Paran səhrasında axirətə qədər qalmış və yalnız axirətdə şah nəslində doğulacaq ilahi sirləri bilən Gelarkuni piridir. Xristiyanlarda xilaskar İsa adlanır ki, bu rəmz sufizmdə ruh, yəni Firon Amonun göydə ölümsüzlük qazanmış və axirətdə bir insanın bədəninə köçəcəyi ruhudur. Xristiyanlar İsa Peyğəmbərə Xristos deyirlər ki, bu da batini mənada Xris, yəni qədim misinin Xor Allah anlamındadır. Yunanlar onu müdrikliyi haqqında rəvayətlər danışılan Bakhoris adlandırırdılar və bu rəmz Bək-Xoris, yəni Bək-Xristos fikrini ifadə edir. Bakhoris qədim Misir yazılarında Bakı xoru, Bakının ağası Xor və s. da adlandırılır. İsa Peyğəmbərin Qalileyadan olan Nazaretli adlanması onun Gəlad elinin İsmaili Nizari natiqi olması deməkdir. Qədim Yahudilər, yəni Xəzər-Türk bəkləri İsa Peyğəmbəri Yaşov adlandırırdılar və bu da Yaşiyə mənasındadır. Mən İsa Peyğəmbər də Seyid olub adlı məqalədə göstərmişəm ki, Xristiyanlıq da şiəlik kimi məna etibarı ilə axirətdə gələcək Mehdi inancı ilə bağlıdır. Hədislərin batini mənalarında Mehdi İmam Əli hesab olunur ki, Xristiyanlar onu ruhunun cənnətə diri-diri götürüldüyü İlya adlandırırlar. Məşhur İsveçrə kimyagəri Paracelsə görə bütün sirlər yalnız İlya ustadın, yəni İmam Əlinin gəlişindən sonra açılacaq. Paracels filosofların Tinktura kitabında yazır. Transmutasiya ilə bağlı hələ də çoxlu sirlər var ki, onları az adam bilir. Çünki onlar kiməsə açılanda belə dərhal ictimai mülkiyyətə çevrilmir. İncəsənətlə yanaşı İlya ustadın zühuruna qədər Tanrı onu gizli saxlamaq üçün hikmət də vermişdir. O zaman sirlər aydın olacaqdır. Paracels xüsusi nəzərə çatdırır ki, məndən sonra dünyaya hələ şöhrətini bilmədiyi, lakin çox şeyi aşkar etmək qismətində olan biri gələcək. Mənim kitabım ondan əvvəl gəlib ki, müəllim üçün şaha layiq yol hazırlasın. Bu o deməkdir ki, İsa və ya İlyanın əsas fəaliyyəti qədim sirləri açıb həqiqətləri insana çatdırmaq olacaqdır. İsa'nın öləndən 3 gün sonra dirilməsi isə onun fiziki ölüb ruhunun Allaha çevrilməsi mənasındadır. Bütün bunlar o deməkdir ki, Xristiyanların İsa Peyğəmbəri Qalileya, yəni Gel eli, Gəlad adlanan İsmaili nizarilərin Midiya elindən olacaq və qədim həqiqətləri açıb insanlara çatdıracaq. İslamda İmam Mehdi ikili obrazda, yəni əvvəldə gəlmiş və axirətdə gələcək Pir Amonun ruhu obrazında həm Məhəmməd Peyğəmbər və həm də varis İmam Əli kimi qeyd olunur. Peyğəmbərimizin Rəbbin adı ilə oxuması onun yazıların batini mənalarını açaraq oxuması mənasındadır. Burada oxumaq sözü İqra rəmzi ilə verilir ki, batini mənada bu oxuyanın Kari, yəni əvvəldə gəlmiş və Quranın batini mənalarını bilən Qor Allahların nəsli nümayəndəsi olması anlamındadır. Tövratda bu Qor Allahların nəsli Aqar, yəni İsmaillərin anası Həcər, Qacar nəsli kimi qeyd olunur. Başqa sözlə, sufi batini məntiqində Midiyan mağı mənasını verən Məhəmməd rəmzi Midiyanın Gəlad elindən olan İsmaili Seydidir. Batini mənada Əhməd və Mehdi rəmzləri də Midiya və Atom rəmzləri ilə eynidir. İsmaili fəlsəfəsində Peyğəmbər rolunda natiq çıxış edir ki, o yazıların və Quranın batini mənalarını bildiyi üçün danışan Quran adlanır. Axirətdə gələn son natiq öz Quranını gətirərək bütün qədim yazıların batini mənalarını açacaq. Mən internet səhifələrimdəki oxuduğumuz Quran həqiqi Quran deyil adlı məqalədə göstərmişəm ki, sufilərə görə həqiqi Quran lövh-ü məhfuzda qorunan və axirətdə gələcək və batini sirləri bilən natiq olacaq. Başqa sözlə, Əhya gecəsi endirilən Quran kitabı sufi məntiqində danışan Quran, yəni İsmaili natiqi qutb mənasındadır. İslamda bu natiq elm şəhərinin qapısı adlanan İmam Əlidir. İfrat Gəlad şiələri İmam Əlini Əli ilahi mənasında Allah adlandırırlar ki, Tövrata görə İmam Əli İslamın Allahıdır. Və mənim bu adda məqaləmdə bu haqda ətraflı məlumatlar var. Batini mənada Əli rəmzi el, yəni vilayət, ölkə, dünya mənasındadır. Və Orxon Yenisey yazılarında Türk xanı iddia edir ki, məhz o Tanrıda olmuş və ondan el yaratmışdır. Başqa sözlə, Türk xanı göydə ilahdan el, yəni el ilah, Allah yaratmışdır.
Qədim mətnlərdə el rəmzi gel kimi də yazılır və batini mənada bunlar eyni mənalıdır. Mənbələrdə İmam Əlinin qardaşı Aqil adlanır ki, Buxarinin hədisinə görə Məhəmməd Peyğəmbərin evi məhz Aqilə çatmışdır. Aqil rəmzi batini mənada həm gel və həm də ilah mənasındadır. Başqa sözlə, Sufi məntiqində Məhəmməd Peyğəmbərin evi Türk xanının gel şəhərinin göylərində ilahdan yaratdığı cənnət elidir. Qədim Misir mətnlərinə görə də Pir Amon Asar və ya Atum adlanan kosmik Allahı gel şəhərində yaratmışdır. Deməli, İmam Əli obrazı axirətdə göydə yenidən yaranacaq Asar Allahının obrazıdır. İslamda Asar Allahı Sarallah kimi qeyd olunur və bu ad İmam Əlinin oğlu İmam Hüseynə aid edilir. Alban mənbələrində əl rəmzi Alu kimi yazılır və Alban ölkəsinin digər adı sayılır. Batini mənada Alban rəmzi Nəbi Eli kimi də oxunur və bu da göydəki Peyğəmbər vilayəti deməkdir. Albaniya, Gelarkuni ələnşahlarının Səkan nəslinin ölkəsidir ki, batini mənada Gelarkuni rəmzi Gelar Kəyan, Gelar Koyen, Gelar Kənan və s. dərin mənalar verir. Gelar və ya Gilar rəmzi qədim mənbələrdə Raguil, Raxil, Erakl, Eragil, İrakl və s. kimi də yazılır və Gel, Gelat, Xelat eli ilə bağlı rəmzlər kimi keçir. Mən Veliki Dianye Snavi İyak və Raxili adlı məqalədə göstərmişəm ki, bütün qədim Allahlar, padişahlar və peyğəmbərlər, o cümlədən əvvəldə və axırda gələn Allah məhz Gilar eli ilə bağlıdır. Sisekan rəmzi Tövratda Skinya kimi qeyd olunur və ilahın sakin olduğu çadır, məkan, varlıq, bədən deməkdir. İlahla vəhdətdə olan müqəddəslər qədim Misirdə Pir, yəni Firon adlanırdı. İran mənbələrində bu Fironlar Farumbaq, Frataraka, yəni Firon Bək, Firon Türk kimi keçir. Bu isə onların sufizmin təhlükə yolu ilə bəqa fazasına qalxması və bu fazada ilahla vəhdətə nail olması ilə əlaqədardır. Başqa sözlə, Gelarkuni Sakan nəsli Gelar elində bəqa bəclik məqamında ilahla vəhdətə nail olmuş türk pirlərinin nəslidir. İmam Mehdinin mənbələrdə Baqiyyətullah adlanması da onun sufizmin bəqa fazasına yüksəlmiş bək, yəni elmi ilə Allahın sübutu olan bək olması anlamındadır. Bütün bunlar o deməkdir ki, batin fəlsəfəsində İmam Mehdi Pir Amonun göydə ilk yaratdığı Asar dünyasının sonunda gələcək və ölmüş Asar Allahını dirildəcək insandır. Adi insan kimi doğulan bu xilaskar ilahi sirləri açıb həqiqətləri insanlara çatdıracaq. Öləndən sonra isə onun ruhu, yəni İsa, göydə yaranacaq ikinci ruhlar dünyasının, Əli vilayətinin ruhuna çevriləcək. Beləcə, əvvəldə gəlmiş və 5514 il ömür sürmüş Günəş Allahı Ra-Amonun, Rəhmanın yerinə axirətdə gələcək və 2246 il ömür sürəcək Ay Allahı Mehdi keçəcək. Bundan sonra iki dünyada zamanın sahibi məhz İmam Mehdi olacaq və o öz cənnətinə əvvəldə ölümsüzlük qazanmış ruhlardan başqa yalnız ona biət edən möminləri qəbul edəcək. Bunlar haqda daha ətraflı məlumatlar, təkzib olunmaz faktlar və mənbələr internet səhifələrimdəki Batini Quran və digər kitablarda və çoxsaylı elmi məqalələrimdə verilmişdir.